Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və kanalıma dəstək olmaq üçün kanala hələ də abunə deyilsinizsə abunə olmanızı, videonu maksimum dərəcədə bəyənmənizi və bol-bol yorum yazmanızı da xahiş edirəm. Öncədən hər birinizə təşəkkür edirəm. İndi isə keçək vlogumuza. Qızlar, deməli bu vlogda nələr var? Biraz özət keçmək istəyirəm sizə ki, maraqlı olsun sizə izləməyə. Çox maraqlı çalışmışam, vlog hazırlayayım sizin üçün. Bu vlogda nələr var? Alış-veriş var, ev vlogudur, ev işləridir. Daha sonra vlogların birində də qeyd etmişdim, toya getmişdik. Toy hazırlıqlarıdır və toydan da biraz çəkilişlər etmişəm. Ümid edirəm, sevərək, bəyənərək izləyəcəyiniz bir vlog olar. Deməli qızlar, bu vlog 2 günün vlogudur. May ayının 3-ündə çəkmişəm və 5-də, yəni toy günündə çəkmişəm və ardıcıllıq pozulmasın deyə hər 2 günün vlogunu bir araya gətirib bir vlog hazırlamışam. Və burada hələ ki may ayının 3-üdür. Toydan öncə gəlmişdik yoldaşıma kostyum almağa, toya geyinmək üçün. Yəni evdə geyimləri var idi və çoxdan da ona geyim almırdıq deyə dedik elə bu dəfəki toya yeni bir kostyum alaq. Toya yeni bir kostyum geyinsin. Mən özümə heç nə almadım. Çünki evdə dedim nə varsa onu geyinərəm. Çünki hər dəfə mən alıram, yoldaşım qalır. Dedik bu dəfə yoldaşıma nəysə alaq. Və gəldik Balaxanda yerləşən Mirzəyev tekstil mağazasına. Belə burada da görürsünüz, çox böyük bir mağazadır. Çox böyük bir çeşid var. Demək olar ki, çox vaxt yoldaşım buradan gəlib alır geyimlərini. Qiymətlər də çox münasibdir və çeşid də gördüyünüz kimi boldur. Dəst kostyumlar, köynəklər, tək şalvarlar, sviterlər, ayaqqabılar, hər bir şey tapmaq mümkündür burada. Və mağazada bayaq dediyim kimi Balaxanda yerləşir. Mağaza adı da Mirzəyev tekstildir. Səhv etmirəmsə, Instagram səhifələri də var. Belə, yəni orada araşdırıb nömrəsində, əlaqə nömrəsində, ünvanında oradan tapa bilərsiniz. Onu da qeyd edim ki, yəni bu fabrik satışıdır. Yəni özləri tikir, özləri istehsal edirlər. Bir növ belə deyək ki, brend mağazadır. Yoxla görək. Var. Sağ ol, ağlım olsun. Yığırsan da. Əlbə bırax, rahat, ha? Qəşəngdir. Elə niyə deyirsən, deyirsən? Necə tikbər, ha? Hətta belə çiyinləri var, arxaya ver, gəzəndə. Elə yox. Yaxşıdır, ha? Əladır. Şəfitlərin başı qəşəngdir. Şap-şap olmaqsız oldu. Yıkırsın dərzini tıxılmışsın. Dərzi yoxdur, tamam. Öncə lazım. Belindən bir damcı yığılmalı. Hə. Beylim. Все, çaxardım. Yığdırsan da bir dənə remen alaq. Remensiz şalvar Şeydə pişirsən. ayaqqabılara baxardım, ha? Çörək nəyimiz var, nəyimiz var. Bunu satmıyor, değil mi? Nə olacaq? Makasin kimi bir şey istəyirsiniz, klasik. De bu qəşəngdir. Çox qəşəngdir bu. Kostyumla belə şeylər yaxşı qalır.
dəqiq. Qəşəngdir. Kaç baxım. Elə ən qəşəng, bu da qəşəngdir. Yox, bunun burnu süsdür, amma qəşəngdir, incədir burnu. Yox. Özü şey diye Milan. Qəşəngdir. Orada girəndə görmüşdüm qəşəng ayaqqabı gözdə. Yox, ona baxma, bunlara bax. Bunlardan olub da səndə yaxşı deyil. Seçdiyimiz qəşəng. Bir də girəcəkdi, nə gördüm mən bir yax burada. Mən bunları, amma bunlar letnidir. Bunu həm qışda, həm yayda giymək. Bəlkə köynək götürəksən bir dənə də. Yox, köynəyim çoxdur. Gördüm bir dənə korobkada, upakovkada köynəyim var. Hələ heç onu giyməmsən. Bəlkə onu giyinərsən. Klasik elə şey sənə daha yaraşır. Taxıllar qalsın qıraqda. Sıxdı elə bir, ha? Sıx oluyor. Neçədir o? Ayağım padyonlu değil. Ha, 43 gedir. Padyonlu değil, ona göre pres. Onu 44'ü verin dayıcan. Yox. 44 çox. Öyle olacaq. Yaxşıdır. Bir dəfə, iki dəfə açılışacaq. Yox, yaxşıdır. Ya, soruşmaq nədir? Xoş kimi. Qəşəngdir, yaraşdı yolda. Verin onu. Zəhmət olmasa. Benim de nasıl kim soruşum yapın ne istiyorsun. Mən dinozu o. Canım. Bu da yekədir, ha? Kəmər incə olsa olar. Düz sadə daha qəşəng. Bunlar da yaxşıdır, ha? Və alış-verişimizi edib artıq dönürük evimizə və yol üstü girdik. Biraz da ev üçün alış-veriş etdik. Evdə əskiklər var idi, onları aldıq. Və onu da qeyd edim ki, qızlar, bir yaxın unutdum deməyə. Həmən mağazada hər məsəl üçün 100 manata, deyəsən səhv etmirəmsə 100 manata idi. 10 manat bonus verilirdi. O da bəzi geyimlərdə, bir kostyumda, bir də paltolarda idi, səhvləmirəmsə. Və necə olur, onu yəni qeyd edirlər orada, nömrədə, telefonda, nəsə belə bir qeydiyyat edirlər. Növbəti alış-verişdə 10 manat, belə bir 10% endirim edirlər alış-verişə. Bunu da qeyd etmək istədim ki, bəlkə kimsə getmək istəyərsə, alış-veriş etmək, oradan alış-veriş edərsə bilmiş olsun. Və aldıq alacaqlarımızı, gəldik evə. Burada da marketdən öncə aldıqlarımızı paketlərdən boşaldıram. Belə yenə də evə ehtiyac olanlar nə lazımdırsa onu aldıq. Və dedim öncə market alış-verişini yerləşdirim. Yerləşdirim deyəndə paketlərdən boşaldım. Daha sonra yoldaşım üçün nə almışıqsa onu göstərəcəm sizə. Yəni bayaq gördünüz əynində, yenə də belə təkrar həm də qiymətlərini deyərəm sizə. Belə qızlar. Burada da belə kofe almışdım, onu göstərirəm. Kuru kahveci Məhməd Əfəndidən kofeni çox bəyənirəm, o dadını da çox xoşlayıram. Elə özüm üçün aldım onu. Və biraz da belə zeytun aldıq. Yəni hər alış-verişdə yəqin ki fikir vermişsiniz, zeytun alırıq. Zeytunu da çox sevirəm mən. Həm mən xoşlayıram, həm də ki yoldaşım, uşaqlar heç sevmir. Və makaron da ki bizdə hər alış-verişdə mütləq olmalıdır. Çünki bizdə uşaqlar ən çox sevdiyi yeməklərdən biri makaron yeməyidir və Fuad da çox sevir deyə hər dəfə alış-verişdə makaron mütləq alırıq. Evdə var idi, amma yenə də zapas aldım, qoydum və Naxçıvan pendiri götürdük biraz. Bizdə bilirsiniz, səhər yeməyi çox da yeyilmir, ona görə də belə az-az alırıq səhər yeməyinə aid ərzaqları.
Belə qızlar, dedim öncə bunları yerləşdirim yerinə. Yəni soyuducuya gedənləri yerləşdirdim yerinə. Bu da qızlar alça turşusudur. Turşu da deyirlər, şərab da deyilir. Öncə bu zoğaldan olan almışdım. Bu dəfə də alça turşusu aldım. Yeməklərdə, salatlarda falan çox istifadə edirəm mən. Çoxdan rayon alça turşusu almışdım bir balon. Demək olar ki 2 il onu istifadə etdim. Yəni alanda balondan balaca bankaları boşaldıb ağzını rezba qapıqlarına bağlamışdım möhkəm. Yəni bitdikcə digərinə keçirdim və o artıq bitmişdi deyə yenilərini aldım. Və belə qızlar, bu da yoldaşım üçün aldığımız geyimdir, yəni kostyumudur. Qara sadə kostyum seçdik ona bu dəfə. Öncə istədik belə boz rəngli biri var idi, onu alaq. Daha sonra dedik ki, qara daha yaxşıdır. Qara gözü yormur. Qiyməti də kostyumun 98 manat idi, səhv etmirəmsə. Və belə bir dənə də remen götürdük. Bu remen də qiyməti 10 manat idi, səhv etmirəmsə. Və bir də belə bir sadə ayaqqabı götürdük. Ən çox bəyəndiyimiz bu oldu. Burada da yəqin ki gördünüz. Bəyəndiyimiz bu oldu. Bunu da aldıq. Bunun da qiyməti 28 manat idi. Və toplam yoldaşım üçün aldığımız geyim 136 yoxsa 138 manat pul tutdu. Və beləliklə yoldaşım toyu üçün geyimləri hazırdır. Mən isə toya ağlı qaralı bir donum var. Onu istəyirdim ki geyinərəm. Hava yaxşı olarsa. O da ki təəssüf ki həmən günü hava biraz soyuq oldu deyə. Keçən vlogda bəlkə də yəni baxanlar bilir. Qara kostyumum var idi, şalvarı. Onu giyindim. Fuadın ad gününə giyindiyim dəsti giyindim. Düzdür, yoldaşım dedi ki, istəyirsən gedək geyim alaq sənə. İstəyirsən yox, yəni hətta məcbur eləyirdi ki, gedək geyim alaq, amma mən istəmədim. Dedim elə nə var onu geyindim. Düzdür, biraz geyim düzdür, görmüsünüz də biraz belə simli, qara simli kostyumdur. Amma fikirləşdim ki, sadə olar. Amma toya getdikdən sonra gördüm ki, toyda demək olar ki 90% hər kəs çox sadə geyinmişdi toyda. Və ümumiyyətcə fikir verirəm, son vaxtlar toya hər kəs sadə geyinib gedir. Yəni evdə nə var, evdə nə var onu geyinib gedir. Yəni abartılı belə daşqaşlı veçerni geyinənlər demək olar ki azalıb. Hər kəs sadəliyə üstünlük verir. Və tək geyim yox, ümumiyyətcə fikir verdim ki, saçdır, makiyajdır, buna da çox abartılı etmirlər artıq. Yəni sadə ukladka, düz düz ukladka eləyirlər ya yüngül dalğalı eləyirlər. Yəni saç yığmaq, topuz falan artıq belə şeylər keçmişdə qalıb düşünürəm. Yəni keçmişdə qalıb deyəndə, yəni indi hələ ki dəb deyil. Dəbdən düşüb bəlkə də nə vaxtsa yenə dəbə minəcək. Və bir sözlə çox sadə idi hər kəs. Həm də ona fikir verdim ki, qızlar əlvan rəngli şeylər də giyinənlər az idi. Ən çox belə soyuq tonlarda giyinən, nude tonlarda giyinənlər çox idi. Amma düşünürəm ki, məncə elə toyda əlvan rəngli, daşqaşlı giyinmək daha gözəl görsənir. Yəni ki, məncə toyda necə deyim, göz oxşayan rəngli, əlvan, daşqaşlı şeylər daha gözəl görsənir. Yəni mən belə düşünürəm. Və siz necə fikirləşirsiniz qızlar? Sizin də fikriniz maraqlıdır, yorumlarda yazın. Düzdür, mən sadəliyə daha çox üstünlük verdiyim üçün sadəni elə əvvəllər də heç, yəni dəbdə olanda da həmişə sadə giyinməyi daha çox xoşlamışam. Amma kimdəsə də görəndə də bəyənirəm, xoşuma gəlir. Yəni demirəm ki, bəyənmirəm. Özüm, yəni sadəliyi sevdiyimə görə sadə geyinirəm. Amma kimdəsə də görəndə xoşuma gəlir bir sözlə. Yəqin ki, fikrimi çatdıra bildim sizə.
Və belə qızlar, toyadakı dediyim kimi qara sadə kostyumu geyindim, sadə saç düzmə etdim, sadə də makiyaj etdim. Sadə deyəndə mənim üçün sadə sayılmır, çünki mən normalda makiyaj etmədiyim üçün harasa sıradan bir gündə harasa gedəndə market falan çölə bayıra gedəndə makiyaj etmirəm. Yalnız toyda, bayramda, yəni şənlikdə, belə günlərdə, özəl günlərdə bir sözlə makiyaj etməyi sevirəm deyə mənim o sadə makiyajım mənim üçün yəni abartılı sayılır. Çünki normalda mən harasa gedəndə çölə bayıra normal gündəlik makiyaj etmirəm demək olar ki, hərdən nadir hallarda bir tuşdur, bir pomadadır belə çəkirim. Ona görə də əgər məsələn tonalnidir, linerdir, tendi bunları edirəmsə, bu mənim üçün abartılı makiyaj sayılır. Və toya gedəndə ümumiyyətcə makiyajı çalışıram ki, özüm edim. Köhnə vloqdan izləyən xanımlar bilir ki, toya gedərkən, yəni lap belə özəl, əgər yəni vacibi toydursa, onda həmən salona gedərəm. Amma belə vacib olmadığı halda özüm bəzənirəm evdə. Yəni çünki özüm də pis bacarmıram, əlimdən gəlir, elə deyirəm, yəni artıq xərc sonu gedib salonda ona pul vermək. Belə evdə özüm bəzənirəm, özüm makiyajımı özüm edirəm. Elə saçımı da özüm edirəm. Özüm edirəm deyəndə mən adətən saçım belə karı kimidir uzunluğu. Karıdan biraz uzundur da. Ya düz ukladka edərəm, ya və yaxud da ki dalğa verərəm ona. Və saçımın da forması elədir ki, nə cür etsəm mənə saçım yaxşı qalır deyə. Ona görə heç saça da ehtiyac görmürəm, gedim salonda elətdirim, elə özüm edirəm. Yəni yaxşı da alınır bir sözlə. Hətta sizə deyim ki, dəfələrlə olub ki, salona getmişəm, saç düzümü ediblər mənə. Saç düzümü deyəndə mən də dediyim kimi qısa, biraz belə çiynə qədərdir, karıdan biraz uzundur. Yəni adi bir, yəni dediyim kimi ya düz saç ya da dalğalı saç ediblər. Heç bəyənməmişəm, gəlib evdə yuyub təzədən özüm etmişəm ukladkanı. Bir sözlə çox yaxşı alınır. Burada da şəkil qoyacağam ki, yəni özüm, yəni görəsiniz ki, həqiqətən də özüm daha yaxşı yəni bacarıram da bir sözlə. Və görürsünüz qızlar, burada qara geyimdəki mənim bacım qızından, bacım qızının xınasından çəkilmişdi. Burada saç düzümü görürsünüz özüm etmişəm. Çox da gözəl yaraşır mənə bu saç düzümü. Demək olar ki, hər toyda bu saç düzümünü edirəm. Burada da yenə də saçım sadə, yəni dalğa mənə belə saç düzümü çox yaraşır və yaxud ki düz saç. Ona görə də başqa saç yığım, topuz falan belə şeylər etmirəm. Hər dəfə də eyni demək olar ki, belə saç düzümü edirəm toya gedərkən. Və yəni sözüm ona gətirirəm ki, deməyim odur ki, yəni mən az da olsa bacarıram bu işi. Yəni özümdə ən azından alındıra bilirəm və ürəyimcə də olur. Özüm bəzənəndə tam ürəyimə yatır bir sözlə. Belə qızlar və sizlə danışa-danışa yerləşdirmə işimi də bitirdim və belə boşluq olmasın deyə biraz da nə gəldi danışdım. Yəqin ki, inşallah bezdirmədim sizi söhbətimdən. Bilirsiniz qızlar, mən videonu çəkəndə, yəni şərh edərək danışa-danışa çəkmirəm. Videonu çəkib daha sonra üstündən səsləndirmə edirəm deyə. Yəni onu da düzdür, videolarda başqalarında görürəm. Çox xoşuma gəlir ki, şərh edə videonu səsli çəkirlər. Amma məndə belə alınmır, çünki dediyim kimi ətrafdan səs-küy çox olur deyə həmişə videonu belə çəkirəm. Daha sonra da üstündən səsləndirmə edirəm. Və belə qızlar, bu da növbəti günün çəkilişidir. Ayın 5-idir, yəni toy günüdür. Səhər tez oyandım, duran kimi də evdə çox az işim var idi, işlərimi gördüm və daha sonra da başladım hazırlaşmağa. Və yəni ayın 4-ü, yəni bir gün öncə hər zaman hazırlaşıram. Bəzi
hazırlıqlarımı bir gün öncədən edirəm. Məsələn, kraska qoymaq lazımdırsa, yüz qaş baxımlarını hər birini bir gün öncədən edirdim adətən. Amma bir gün öncədən vaxtım olmadığı üçün, yəni bu günə qaldı, toy gününə və bütün hazırlıqlarımı bu gün etdim. Saçımın boyasını etmişəm artıq. İndi də hazırlaşıram üzümə qulluq etməyə və hər şeyi hazırlayıb belə qoymuşam. Dedim biraz çəkiliş edim, daha sonra hazırlaşım. Belə nə lazımdırsa mənə hamısını yığmışam ortalığa. Və burada da göstərirəm bitkilərimi ki, yadınızdadırsa demişdim. Bunları rəfin üstünə qoymuşdum. Gün görmədiyi üçün solurdular. Bütün güllərini tökmüşdülər. Və pəncərə önünə qoyandan sonra yenə də özlərinə gəlib, belə gül açıb, begonya gül açıb. Bu isə üstündə tumurcuqlar əmələ gəlib, ətirşahın. Və burada da bu gölümü göstərirəm, elə gözəl gül açır ki, bunda adı bilirdim, yəni unutmuşam bu gülün adını nədir. O da deyəsən begonyadır, bir başqa növüdür. Və belə qızlar çox çəkiliş edə bilmədim. Elə bir balaca bir kadr götürdüm yeni gündən. Daha sonra hazırlaşdıq. Artıq saat burada 6-ya qalıb çıxmışıq, gedirik restorana. Və gəlinimiz də gəldi bizə. Qardaşımın yoldaşı, o da bizlə gedəcəkdi. Bizə gəldi, bizdən getdik bir yerdən. Və yoldaşım taksi çağırdı, taksi ilə getdik. Və toy isə ay işığındaydı. Və gəldik, ora çatanda gördük ki, yəni bilmədik hansı zalındaydı, hansı salonundaydı. Ona görə də belə gözlədik ki, bir xəbər alaq ki, hara girəcəyik. Düzdür, bir neçə zalı var. Ondan cəmi ikisində idi toy. Yəni ya bu ikisindən birinə girəcəydik zalın. Amma yenə də dəqiqləşdirdik ki, bilək dəqiq hansı bizim toydur. Və neysə ki, dəqiqləşdirdikdən sonra bəlli oldu ki, bizim toyumuz ay işığının 4-cü zalındadır və daxil olduq içəri. Yerləşdik, oturduq və çox gözəl toy keçdi, çox maraqlı keçdi. Mən də belə yadıma düşdükcə az-az bir şeylər çəkdim ki, yəni vloqa daxil edim. Sizə də maraqlı olsun izləməyə. Bu arada qızlar, bilirəm indi sizə də maraqlıdır. Nə toydur, kimin toyudur? Xalam qızının toyudur. Yəni xalamın nəvəsinin toyudur. Yəni qız tərəfiyik də, belə deyək. Fürsət ikən istəyirəm buradan təkrar təbrik edim. Allah xoşbəxt eləsin deyirəm. Oğullu qızda olsunlar, yarayanlardan olsunlar. Allah cəmi subaylara qismət eləsin bu gündən. İçi mənim balalarım qarışıq, uşaqlarım qarışıq. Hər kəsin evinə toy, şənlik, şadlıq qismət eləsin inşallah.
Gözəl alqışlarınızla, bir uğurlu alqışlarınızla başlamağa hazırdırsa. Rəqəmli vatandaş şərəfinə, ən gözəl alqışlar gəlir dostlar. Bizim həyatlı səbəbkarlarımız üçün. Allah rəhmət etsin inşallah. Bax, biz meydanı mərkəzdə rəqsim olanlarımız almışdılar. Свобода, музыка, слова специально для вас, специально для этого прекрасного дня. Və belə xanımlar, az kadr götürdüm toydan. Çox maraqlı, çox şən toy keçdi. Belə hələ maraqlı yerlərini çəkə bilmədim. Əyləncəli yerlərini yəni çəkməmişəm. Az belə oradan-buradan nə çəkdimsə onu yəni yadıma düşdükcə onu çəkirdim, deməyim odur. Və burada artıq toyun sonudur. Sonu deyil, yəni sonuna doğru gedirdi. Biz biraz tez çıxdıq. Və elə çıxanda yoldaşım taksi sifariş etdi. Və elə taksi gəlincəyə qədər burada xolda gözləyirdik. Yəni restoranın girişində gözləyərkən sağ olsunlar burada restoran heyəti bizə çay da təklif elədi. Çay gətirdilər, çay içdik. Daha sonra taksi gəldi. Yollandıq evimizə. Və elə burada da videom sona yaxınlaşır. İstəyirəm gec olmadan sağollaşım sizinlə. Ümid edirəm bəyəndiyiniz bir vlog oldu.
bəyəndinizsə, bəyən düyməsinə də basmağı unutmayın. Yəni mənə bununla dəstək sizə çətin deyil, amma mənə dəstək olmuş olacaqsınız. Və bir də ki, video ilə bağlı fikirləriniz də çox maraqlıdır. Fikirlərinizi də rəy bölməsində yazmağı unutmayın. Və inşallah Allah qismət edərsə növbəti vloqda görüşərik. Ona qədər özünüzə yaxşı baxın. Sağ olun əzizlərim.